Bir fermer xiyar tağlarını dağıdır, digərləri isə gilası və çiyələyi məhv edir. Bu görüntülər son bir neçə gündür sosial şəbəkələrdə geniş müzakirə olunur. Bazarlarda qiymətlərin yüksək olduğu bir vaxtda sahələrdə vəziyyət doğrudanmı belədir? Qubadan olan fermerlər isə sosial şəbəkələrdə yayılan videoların əksinə gilas bağlarında məhsuldarlığın çox az olduğunu deyirlər. Yağışların həddindən artıq çox olması, davamlı olması, gündəlik olması, qiymət çox aşağıdır. Olan yerlərdə satılan meyvənin də qiyməti çox aşağıdır. Alıcılıq qabiliyyəti də aşağıdır, yəni qiymət aşağıdır. Bu illəri gilas elə bir müsibət gəldi. Yağışların qabağında əvvələn leysanlar, sonrasında da ki, nə qədər dərman atıldı, neynədə əmələ gəlmədi. Birazın yağışlar yüzdə apardı, birazın dolu vurdu. Yığılan gilas 5 gündə qaldı. Yığılan gilas hələ bir gündən sonra gətirirsən. Və yaxud da alıcılar ki, gəlir ora, gəlir boşalır.